Həmkarlar, hörmətli müəllimlər, tələbələr, hamınızı burada görməkdən çox məmnunuq. Bugün bizim hörmətli alimimiz, filologiya üzrə fəlsəfə doktoru, doçent Fəxrəddin Baxşəliyevin, Salimin növbəti elmi seminarıdır. Bilirsiniz ki, Fəxrəddin müəllim çox geniş, çox şaxəli bir elmi fəaliyyət göstərən bizim müəllimlərimizdən biridir. O muğam bilicisidir, o Aşıq Ozan sənətinin xiridarıdır, daşıyıcısıdır və ona görə də onun elmi seminarları həmişə böyük maraq doğurur. Çünki bilavasitə praktikadan nəzərliyə gələn məsələlər ortaya çıxır. Ona görə də biz böyük məmnuniyyətlə bu seminarları təşkil edirik və özümüz də bu seminarların iştirakçısı oluruq. Vaxtımız biraz daraldı, ona görə də mən birbaşa Fəxrəddin müəllimə söz vermək istəyirəm ki, o gün çox aktual və həqiqətən də diqqət olunan bir məsələni bizim önümüzə gətirəcək. O, saz havalarında, qədim saz havalarında məqam məsələləri. Həqiqətən də bu araşdırılmalı olduğu bir aktual bir məsələdir bizim elimizdə və mən inanıram ki, bugün Fəxrəddin müəllim bizi maraqlandıracaq və bizə suallar doğuracaq. Mən bilirəm ki, elmi müddəaları ilə görüşəcək. Buyurun Fəxrəddin müəllim, başlayın. Çox sağ olun, hörmətli Laviyə xanım, minnətlər məclisə vaxt tapılıb gəldiyiniz üçün. Bu dar zamanda getdikcə ruhun imkanlarının azaldığı, cismin və materiyanın meydanının genişləndiyi bu belə bir dövrdə, belə bir zamanda bu məsələlərin ortaya çıxarılmasına şərait yaradılır. Bu şəraitdə nədən ibarətdir? Bir məhsul ortaya qoyulanda o həmişə alıcısını düşünülərək qoyulur ortaya. Bunun alıcısı varsa bu məhsul istehsala gedir. Mən heç zaman alıcı haqqında düşünməmişim. Heç bir zaman. Bəlkə də musiqinin tam olaraq sənət olduğunu, art olduğunu tam olaraq qəbul etmədiyim üçün belə düşünmüşəm. Ancaq musiqi böyük, klasik dövrün, Avropasının böyük düşünürlərinin dediyi kimi musiqi Tanrının səsidir. Bu söz elə-belə mübaliğə xatirinə deyilmiş bir ifadə deyil. Musiqinin şəninə deyilmiş bir tərif deyil. Bu bəlkə də Tanrının şəninə deyilmiş tərifdir. Çünki musiqi yeganə incəsənət növüdür ki, təbiətdən gəlmir. Təbiətdə musiqi səsi yoxdur. Bu sırf insan fədakarlığının, insan zəkasının məhsuludur. Michelangelo deyirdi ki, mən heç bir heykəl yaratmıram, sadəcə daşları alıb üzərindən artıq tikələri kəsib götürürəm. Və yaxud rənglər, bunlar hamısı təbiətdə var. Ancaq heç bir ən musiqili bir quşun, bir bülbülün səsini belə bir xanəlik notaya almaq mümkün deyil. Deməli, bu səslər necə yaranıb bəs? Necə olub? İçərisində nə qədər tonlar, yarım tonlar, mikrotonlar sığışırsa sığışsın. Nəhayət etibarilə şərti olaraq deyirəm, si səsi bitdikdən sonra mütləq şəkildə donunun təkrarı gəlir. Bu qanuna uyğunluq necə baş verdi? Bu məcburiyyət necə olub? Bunu heç kim bilmir. Mən hər zaman düşünmüşəm, səsləri xətkeşlə ölçməyə çalışmışam. Heç bir şeyə nail olmamışam. Ne üçün reydən sonra mi gəlməlidir?
si səsində niyə do major bitir? Niyə 7-ci səsin tamamında artıq 8-ci səs yoxdur? Bu 7-liyin sirri nədir? Bu 7-liyin qanuna uyğunluğu nədir? Yəqin ki, bir gün bəşər ağlı bunu da çözəcək. Mənim bugün sizə təhvil, təslim etmək istədiyim, illərlə üzərində istəyərək, istəməyərək çalışdığım bir mövzudur. İstəyərək çalışmaq bəllidir, istəməyərək çalışmaq isə könül işidir, qəlb işidir. Bu zəkanın ağlı məhsulu deyil, iradənin məhsulu heç deyil. Mən sazı qeyri-iradə çalıram. İstəyərək çalmıram, düşünərək çalmıram. Saz mənim üçün eşqdir. Eşqin isə səbəbi olmur. Məhəbbətin, istəyin səbəbi olur. Eşqin səbəbi olmur. Eşq ən ali bir düşüncədir. Ayn, şin, qaf, 3 hərfin birləşməsindən çox böyük bir məna ortaya çıxır. Hər kəsə məlumdur ki, saz sözü özü şərq dillərində enstrüman anlamına gəlir, musiqi aləti. Ancaq Azərbaycanda saz ayrıca bir musiqi alətidir. Tutaq ki, Osmanlıda, Anadolu'da, İranda falan violonçelə də saz deyirlər, nağarıya da saz deyirlər, musiqi aləti. Bizdə ama sazın anlamı tamamilə başqadır. Saz çox çalınıb, bugün də çalınır. Mən tarixi tənəzzülə az bir qısa rakursdan baxıb, xırda bir ekskurs eləmək istəyirəm, icazənizlə. Çünki bugün mənim sizə təslim etmək istədiyim mövzunun kökü o tarixdə yatır. Mən tənəzzül dedim, tərəqqi demədim, təbəddülat da demədim. Çünki belə təbəddülat olmaz. Təbəddülat sözü ərəb dilində bədəl sözündəndir, əvəz etmə. Bir şeyi əvəz edən bir şey onun ölçüsündə, onun çəkisində olmalıdır ki, onu əvəz etsin. Bugün klassik sazımızı, muğamatımızı, o fəlsəfə dolu klassikamızı əvəz edə biləcək, onun bədəli ola biləcək bir ünsur varmı? Yoxdur. Ona görə mən bunun adına tənəzzül dedim. Nüzul, eniş. Eniş, bu yüksəliş deyil. Amma mən və mənim kimi divanələr bu yüksəkliyi, bu akademizmi hər zaman saxlamağa çalışmışıq. Mən öz vücudumda eləyə bildiyim qədər, gücüm çatan qədər bunu, bu akademizmi muğam və saz sənətində qorumağa çalışmışam. Eynən Həzrət İbrahimin alovu kimi, ateşi kimi. Mələklər baxır ki, Nəmrudun İbrahimə qaladığı ateşə bir göyərçin ağzında bir qətrə su atır, gedir, sonra gəlir yenə, davam edir. Sonra baxır ki, bir qarışqa çiynində bir çöp, qarışqanın daşıya bildiyi nə qədər ola bilir. O çöpü gətirir, odun üstünə atır, qayıdır, gedir, bir də atır, qayıdır. Soruşur o mələklər o quşdan və o karıncadan, qarışqadan. Axı, sən o bir qətrə suyla tarixin ən böyük tonqalını söndürə bilməyəcəksən, qəzəb tonqalıdır. Nəmrud bütləri sındırdığı üçün İbrahimə qəzəblənmişdir. Və sən ey qarışqa, o çöplə, o alovu daha da böyüdə bilməyəcəksən. Özünüzü niyə yorursunuz? Hər ikisi bir söz deyil. Biz cərgəmizi, səfimizi, mövqeyimizi göstəririk. Qarışqa deyil, mən düşmənliyimi göstərirəm, göyərçin deyil, mən dostluğumu göstərir. İndi də bəlkə mənim ağzımda daşıdığım bir qətrə sudur. Bu cəhalət alovunu söndürmək üçün. Bəlkə də çiynimdə daşıdığım bir incə bir çöpdür. Bu eşq ateşini daha da alovlandırmaq üçün. Amma bir şeyə nail ola bilməsəm də mən öz kimliyimi, məndən getmir söz, bu insanlardan gelir. Qorumağa çalışmışıq. Bizim saz havalarımız öncə niyə havadır? Niyə mahnı deyil? İndiki gənc nəslin dediyi kimi.
Niyə musiqi nömrəsi deyil? Məhz havadır. Əgər mahnının etimologiyası bu günə gəlib çıxsaydı, mən saz mahnısı sözündən inciməzdim. Deyərdim ki, manidən gəlir bu. Mani adlı bir peyğəmbərdən, manheizm falan gəlir, olub mahnı. Amma bu deyil axı. Məhz havadır. Nədir bu hava? Bunun ərəbcəsi semahdır. Yəni, qüvvətlənən, böyüyən quşun qəfəsə sığmayıb, ancaq qəfəsdən qurtula bilmədən qəfəsi də özü ilə bərabər götürüb uçması. Bədən ruhun böyüklüyünə dözmür və qanat çalır, havalanır. O sazı bizim əllərimiz çalır, zahirən. Bədənimiz çalır, materiya. Amma ruhumuz onu səmaya, havaya qaldırır. Saz havası budur. Bugün əlimizdə olan materiallar heç də ürəkaçan deyil. Və get-gedə bir bayağılaşma gedir, bilirsiniz. Modernləşmə, müasirləşmə kisvəsi altında çox ucuz satılır. Milli musiqi dəyərlərimiz çox ucuz. Fəqət mənim bugün ələ aldığım mövzu niyə adını qədim sasabaları qoyulur? Bizdən əqdəmdir bu, qədim, müqəddəmdir, bizdən öncədir. Bu təqribən Azərbaycan aşıq, ozan aşıq sənətinin formalaşdığı Azərbaycan Səfəvilər dövrünün tarixinə gedir çıxır, zamanına gedir çıxır. Mən çox araşdırdım. Bilirsiniz ki, sözsüz musiqi şərqdə 19-cu əsrə qədər demək olar ki, mövcud oldu. Taksim dediyimiz, Anadolu'da taksim dediklər, yəni solo ifalar, bu Osmanlı sarayında Listin, sonra biraz sonra Bela Bartokun falan Osmanlı'ya gəlişindən sonra Osmanlı'da ut çalanların, qanun çalanların, neyzənlərin Avropalılara bənzəmək, o tipdə bir çıxıb solo performans göstərmək istəyindən yaranır. O zamana qədər şərq sözsüz çalmıydı. Deməli, söz, poetik faktura çox mühümdür. Çox araşdırdım mən Şah İsmail Xətraiyə qədər Türk şeirində dəqiq hecalı, hələ-hələ qoşma, gəraylı kimi şeir şəkillər görmədim. Yunus Əmrəyə də baxdım, Əhməd Yəsəvidən gəldim, olmadı. Nə baş veribsə o dövrdə Şah İsmailə qədər mən dəqiq ölçülü qoşma, gəraylı görmədim. Varsağılar vardı, ninnilər, tırıngılar, nanaylar. Amma bizim bugün əlimizdə olan 11 hecalı qoşma, 8 hecalı gəraylı. Baxın, çox araşdırıram mən, filoloqam məndə. Baxıram ki, 2 misralı qəzələ bənzər heca şeirləri olub Yunus Əmrədə, Dadaoğlu'nda. Amma bu 4 misralı A, B, A, B, 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 A, C, 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 A quruluşlu 11 hecalı və 8 hecalı. Daha sonra qəzələ bənzəmək istəyib 14 hecalı adını divani qoyduqları aşıq şeir şəkilləri Səfəvilər dövründən və birbaşa Şah Xətrainin öz qələmindən çıxıb. Mən buna tam əminəm. Fuad Köprülüdən tutmuş, bizim Həmid Araslıya qədər araşdırdım. Salman Mümtazın da belə bir etirafı var. Yoxdur belə bir şeir şəkil. Bu ilə mən poeziya niyə müraciət edirəm? Poetik mətin eyni muğamda olduğu kimi sazda da musiqini müəyyən edir. Bizim aşıq sənətində poetik mətnin önəmi təyin etmə qüvvəsi bizim muğam sənətindən daha dəqiqdir. Bizim muğamlarımızda elə şöbə müşahidatları var ki, poeziya ilə bağlıdır, amma o poetik ölçünü ifadə eləmir. Amma aşıq sənətində havanın adı gəraylıdır, sonra da gəraylı şeir okunur. Təcnis havasıdırsa, təcnis şeir okunur. Divani havasıdırsa, divani şeir. Ancaq bu məsələlərdə öz yerini tapar. Gələr bir məqama dayanır. Amma mənim bugün ələ aldığım mövzu məntiqin biraz kənarına çıxır. Məntiq isə bəsit məntiqdir.
biraz da dialektik məntiqdir, amma qeyri-səlis məntiq deyil. Qeyri-səlis məntiqin diktəsi bundan ibarətdir ki, dəqiq, müəyyən olunmuş heç nə yoxdur həyatda. Ümumi fəlsəfi hökmranlıq bundan ibarətdir ki, Heisenberg təlimi var, qeyri-müəyyənlik təlimi. Muğamatda biz ona qeyri-xəttilik deyirik. Bugün müəyyən olunmuş məqam əsaslarımız zaman keçdikcə, bilmirəm, zamanla əlaqədərdir, yoxsa Azərbaycanın türk dünyasında və şərq ölkələrinin inteqrasiyası ilə bağlıdır. Bu, şuurlarda artıq biz anlamağa başlamışıq ki, necə ki, 50 il, 60 il öncə mənim müəllimlərimdən biri, rəhmətli Məhəmməd Salih İsmailov anlamışdı ki, Zabul secah deyil. Şüşlər elə Humayundur. Bu, Üzeyir bəydə səhv yanlışlıq tutmaq deyil. Bu, nəzəriyyənin davam etdirilməsi. Neyin indi? Necə eləyək? Newton getdi dünyadan. Dursun, dayansın mı fizika? Einstein getdi, dayansın mı? Yox. Bu davamiyyət əslində Üzeyir bəyin daha böyük mənada yaşadılması deməkdir. Çünki durğunluq nəhayət çöküş demək. Çöküş anlamında gəlir. Üzeyir bəyin nə ömrü, nə də imkanları macal vermədi ki, o daha bir neçə məqamın varlığını təyin etsin. Mən bu cür burada belə biraz sərt ifadələrlə danışıram, çünki mənim yaxında inşallah reallaşdırmağı mümkün ola biləcək doktorluq dissertasiyamın ana mövzularından biri budur. Saz-havalarını mən, qədim saz-havalarını özüm çalanda, ifa eləyəndə, onların mən məqam əsasını təyin edə bilmirəm. Lalə xanım qeyri-iradə burada bir söz işlətdi. Suallar yaranacaq dedi bu söhbətdə. Mən də sual verəcəyim və cavabını bilmədiyim suallar verəcəyim. Bəlkə siz o suallara cavab tapdınız. Bəlkə siz bildiyiniz falan saz havası 7 məqamdan hansındadır? Bu məsələ əlbəttə ki, muğamlarımızdan gəlir. Mən qeyri-müntəzəm temperasiyadan bugün danışmayacağım. Adını çəkəcəyim, amma danışmayacağım. Çünki onun hələlik bu mövzuyla bir əlaqəsi yoxdur. Amma qeyri-müntəzəm temperasiyanı biz bir kənara qoysaq belə, burada Ustad Valih müəllim əyləşdik, burada muğamşünaslar əyləşdik. Hər kəs etiraf edə bilər ki, məsəl üçün, şikəstəyi fars altında bir muğam şöbəsi əslində secah deyil. Bir məqam əsası necə təyin olunur? Söhbət səs sırasından, tetraxod quruluşundan getmir. İstinad pərdələri hansı vardır? Tonikası hansıdır? El dili ilə desək, hansı səslə ayaq edir? Şikəstəyi fars secahın tələblərinə cavab verilmi? Vermir. Bəs onda bizim şikəstəyi fars dediyimiz nədir? Bir baxın görün, şikəstəyi fars adı altında bizim ifa etdiyimiz o ahəngin üzərində nə qədər saz havasıdır. Elə sazın öz kökünə mən diqqət çəkəcəyim sizdə. Elə bir kökdə gətirmişəm bu sazı ki, mən bu toxunulmaz bir kökdür. Buna aşıqlar şah pərdə kökü deyilir. Birincisi do, ikincisi fa, üçüncüsü si bemol. Bu əslində şərqdə domburanın, təmburun, gütarın köküdür. Anadolu'da bozuq düzən dedikləri bağlamanın köküdür. Çox qədim bir türk şərq köküdür. Simdən simə keçid texnikası yoxdur, registr dəyişikliyi yoxdur, melodiya bir simdə gedir və qalan ikisində barmaq və mizraq texnikası vasitəsilə harmoniya, kontrapunkt, məqam dəyişikliyi öz həllini tapır. Yenə də mikroxromatikə toxunmayacağım, sadəcə mən bugün bir neçə saz havası üzərində qeyri-müəyyən məqamları nümayiş etdirəcəyəm. Onlardan birini ələ aldım, bu seminarımızı qısa bir şəkildə bir məqalə ilə konservatoriya jurnalına təqdim etdim. Dekabr ayında jurnal işimizi görəndə inşallah bu seminarı orada oxuya bilərsiniz. Orada mən bir saz havası üzərində qurmuşam məsələni, o mübahisəni. O da Şəqai adında bir saz havasıdır. Borçalı zonasında ona Məmməd Bağırı deyirlər.
O günü rektorumuzla üzbəüz söhbətdə mən bu adı çəkəndə Kamilə xanım həmən dedi ki, bəlkə bu şah xəta idi, şəqai deyil. Ola bilər. Çünki mən lüğətə baxdım ərəb dilində. Şəqi sözü yaxşı mənada deyil. Pis sözdür, belə deyil. Şəqai, yəni o şəqi olan şəxs. Buna sasabası adı verməz bu xalq. Şah xətai də olmaya bilər, amma nəsə burada bir anlaşılmazlıq var. Mən icazənizlə bu havada müəyyən fragmentlər sizə musiqi nümunəsi təqdim edeyim. Biraz daha da aydınlaşsın məsələ. Öncədən qeyd etdiyim kimi, sazın kökü budur. Bu kökün şah pərdə adlanması, yəni fa pərdəsinin şah pərdə adlanmasının şah kök deyilməsi heç şübhəsiz ki, Şah İsmail Xətayiyə bağlı bir şeydir. Azərbaycanda şah ifadəsi oradan gəlir. Şah sevəni aşıq havası, şah Xətayi muğam şöbəsi, şah sevən elləri, şah sevən tayfaları orada gələcək. Bu havanın mən indi məqam əsas haqqında danışmaq üçün, o sualları sizə vermək üçün bu havadan kiçik bir parça göstərmək istəyirəm. Baktı köşeyle yaşar elleri, baktı köşeyle yaşar elleri, ağır ağır geden eller bizim direği. Erebatları yakın eyler zalim, Erebatlar yakın eyler zalim, uca dağdan aşan yollar bizimdir. Her aylar, her heftelerin, her aylar, deryada bir gül bitip, susu değil bir halar. Almış üçün minnətdarım, ancaq mən burada mübahisə, bəhs açmaq üçün bu nümunəni təqdim etdim. Şimdi burada məqam musiqimizi, məqam nəzəriyyəmizi gözəl bilən insanlar əyləşir. Soruşurlar, bu hansı məqam? Rastdır mı? Deyil. Şurdur mu? Deyil. Secaha keçid oldu, amma o keçiddir sadəcə. Və o bu havaya sonradan əklənir. Bu monoziyadır, melodiya belə deyil, cəmi 3 səsdir. Mi bemol, fa, sol. Bu nə, hansı məqam? Biz bunu hansı muğamda əsaslandıra bilərik, Hafiz müəllim? Hürmətli Valeh müəllim. Siz hansı məqamı eşitdiniz burada? İki istiğfaz məqamına oxşadır. Oxşadırsınız, amma secah deyil. Nə yaptı ki, əfşar. Bax, gələcəyim əfşar. Çox maraqlı yol yaxın. Mən o məqaləni yazanda bu hava üzərində nota aldım onu.
Birində instrumental şəkildə verdim bu məqaləni, bir yerində isə vokal instrumental. Dadalıoğlu'nun bu sözlərindən istifadə edim. Aşıqlar bu şeiri oxumurlar, heç bilmirlər də. Qalxdı köç eyləri, əfşar elləri. Ağır-ağır gedən ellər bizimdir. Ərəb atlar yaxın eylər İraqı, uca dağlar aşan yollar bizimdir. Gedən getdi, qalan sağlar bizimdir. Əfşar elləri sözü çəkilir, adı. Sonunda baxdım ki, mən Əfşar muğamından danışıyorum. Əfşarın not yazısını verdim o məqalədə. İnşallah dekabrda çıxanda əlinizə keçin oxuyarsınız. Necə oldusa, qəribə bir şəkildə Əfşar muğamına gəlib nəticəyə çıxa-çıxa o şeir Əfşarlar haqqında olan şeir gəldi ağlıma. Bu da məndən asılı qeyri-iradə bir şey oldu. Mən bunu düşünmədən etdim. Minlərlə, 10 minlərlə şeir var ki, biz onu bu havanın üzərine oturda bilərik. İndi Əfşar var mı bizdə? Yoxdur. Ayrıca mən sizə Əfşar çalacağım. İnanın ki, Əfşar da deyil. Çünki Əfşarın istinad perdesi, ayağı, onun o tamamlanması və mənim qurduğum orada, hətta lad kimi qurmuşum, məqam kimi qurmuşum orada səs sırası, tetrakodsuz. O da deyil. Əfşar üçün bizim o fa və sol pərdəsi arasında, daha doğrusu sol bemol ilə sol arasında bir mikroxromatik pərdə lazımdır ki, Əfşar olsun. O da yoxdur. Tarımızda yoxdur, deməli sazımızda heç yoxdur. İstər-istəməz o söz gəlir, dolanır, çıxır yenə o qeyri-müntəzəm temperasiyanın üstüne. İstəmirəm bugün onun özünü açacağım burada. Çünki bizim saz havaları daha arınmış, daha monozik, daha ibtidaidir. Bəlkə də onun gözəlliyi oradadır. Tələbələrimin sinifdə ixtisasdan dərs aparırında mən burada saz tələbəsiyim. Görürəm ki, uşaq ayrı bir şey çalır. Həmən deyirəm, bu mənim tələbəm olaraq onu çalmayacaq. Bu sinifdə və kollokyumda, imtihanda bu havanı bu cür çalmayacaqsın. O şey ki, efirdə, məclislərdə falan səslənir, o deyil. Mən ona izin vermirəm. Bu sinifin çərçivələri, bu sinifdən çıxdın çölə, məndən ayrıldım ki, istədiyim şeyi çal. Bu o deyil. Və çox maraqlıdır ki, sonradan saz havalarında 4 kök əmələ gəldi bunun üzərində. Biri do, si bemol bildiyiniz şu kökü, digəri do, re, si bemol açıq secar kökü, digəri do, mi bemol, si bemol rast kökü, kök dediyimiz məqam. Və bu do, fa, si bemol. Bunu görürsünüz adını saydım, şur, secar, rast. Bu kökün məqamı nədir? Onu kimsə bilmir. Çünki bu kökdə bayatı Şiraza yaxın havalarda çalınır. Şüşlərə yaxın havalarda çalınır. Amma qaraçıdır, bəhməlidir, şahsevəlidir. Budur, bu havaların məqam əsasını təyin etmək olmur. Üzeyir bəyin tərtib etdiyi 7 muğam məqamının heç birinə daxil deyil bunlar. Mən məhz buna görə deyirəm ki, dahi bəstəkarın məqam nəzəriyyəsi sahəsindəki araşdırılmalarını davam etdirmək lazımdır. Məhz onu yaşatmaq üçün. Yoxsa bizim bunu etməsək, əks təqdirdə bir sürü cavabsız sual qarşısında qalacaq. Tarzənlərimiz əyləşib burada. Mən də tarı bitirmişəm. 1996-cı da Musiqi Akademiyasında Ramiz Quliyevin və Vamik Məmmədəlinin sinfini bitirmişəm. Çalırdım. Birinci kursdan etibarən çağırca çalıram. Aksimdə, birinci oktavada, lə bekar. Sonra həmən səsin sarısında olur lə bemol. Anında hal. Maye qalxıram kiçik oktavada, lə bemol ilə lə bekar arasında komma pərdə. O bizim tarımızda qalır, kəsməyiblər onu. Tarçalan barmağını oraya qoysa, deməli xanəndə də orada oxuyur. Şurada da o şey baş verir. Yaxşı, eyni mahiyyətli səs necə olur, üstülə səslənir. Belə şey olur. Amma biz gətirib oraya bağlasaq o pərdəni, həll olunacaq bir məsələ. Yenə gəldi o pərdələrin üzərinə. Deyirlər ki, buradan İran nəfəsi gələcək. Osmanlı, Türk, aləm qrupları. Deyirəm ki, həmən pərdələr Anadolu sazında da var, İran tarında da var. Niyə bir-birinə bənzəmir bu ahənglər? Çünki hər iki xalq
öz mikroxromatik sisteminin milliləşdirib, konseptuallaşdırıb, özünü Azərbaycanda da bu olacaq. Necə bizim şuurumuzda, çağıracağımızda o səsləri biz çalırıq, oxuyuruq. Heç bir parçalan, barmağını si bemollə ləbəkara qoymuşuq. O iki not ton olaraq götürülür. Deməli, bu qulağımızı oturub. O birisi səslərdir. Cəmi 5 dənə pərdədir. Bir oktava daxilində gəlir 17 pərdə olur. Bunlar bərpa olunursa, bizim çox problemlərimiz həll olunacaq. Valih müəllim gülümsüyür, çünki 35 ildir bizim onunla bu məsələdə çarpışmağımızın, televiziya, radio, mətbuat səviyyəsində çarpışmağımızın tarixi düz 35 ildən öncə gedir çıxır. İlk nəvanı çalanda əleyhimə gələnlərdən ilk işlərdən biri Valih müəllim kimi sənətkarlar oldu ki, bu İran nəvasıdır. Dedim, yaxşı, onda siz Azərbaycan nəvasını çalın, mən də öyrənim. İndi davam edirik. Əfşarın adını çəkdi, hörmətli Valih müəllim. Gəlin biz bir Əfşara baxaq. Həqiqi Əfşarı dinləyək. Şahsevənin. Adətən saz məktəblərində və ata-babadan da bu şifahi ötürülmə yolu ilə gələn bir ənənədə şagirdlərə, uşaqlara ilk öyrədilən havalardan biridir. Şahsevənin. Çünki bəsitdir. Sadədir. Görürsünüz, adına biz şikəstəyi farsa yaxınlaşdırdıq, amma segah görünmədi, şur görünmədi. Çünki Əfşar dediyimiz o şöbənin ayağı şuradır Azərbaycanda. Düzdür mü? Böyle bak. Ben deyirsən bu Kürdüdür mi? Baydı Kürdür mü? O da deyil. Bir çox sasabalarımız məhz bu kökdə ladı oldu. Hələ ki mən təsəllini Əfşarda tapıram. Hələ ki. Bu baxımdan onsuz oturmuşuq, günaha batdıqda baxmayaq. Səssiz olmasın bu şey, bu məsələ. Çünki səsinlə biz işləyirik, səs bizim üçün görünən bir anlamdır. Bu baxımdan da biz səsi, məsələ səsdə deyil, səslərin münasibətindədir. Arxaik saz havalarının tarixi hansı dövrə, hansı məkana gelib çıxır, bu da biraz mübahisəli məsələdir. Çünki mən çox araşdırmışam. Türkmən baxışlarını dinləyəndə bir qədər Azərbaycan sazına yaxınlıq görmüşəm burada. O da təbii ki, türkmənlər bizə bəlkə də Anadoludan daha yaxın bir oğuzlardır. Türkmən baxışlarını şəxsən mən çox sevərəm.
bir Məxtumqulu aşiq olmuşam uşaqlığımdan və taleyin cilvəsidir ki, Sovetlər zamanında əskərliyimi də mən Türkmenistanda yaptım və daha yaxın oldum o türklərlə. Onların da dütarında kök budur, düzdür, dütar iki simli tardı, amma birinci və ikinci simlər o və fa. Yəni, fa isə bir oktava bənd, yəni kvarta münasibətli bir şey var. Burada kvarta intervallı bir münasibət var. Və onların havalarında, Türkmen dütarında, eyni zamanda Xorasan cürəsində, çünki Türkmenistan əslində Xorasanın böyük bir hissəsidir. Xorasan bilirsiniz ki, İranın qərbi, Türkmenistanın cənubu, Əfqanistanın isə şərqinə düşüb, belə bir əyalətdir. İranın məşhur Məşhəd şəhəri, Türkmenistanın Mərv şəhəri, Əfqanistanın Qəndəhar şəhəri və Bəlx Xorasandır. Böyük sufilərin doğulduğu məkandır. Əhməd Yəsəvidən tutmuş, ta Mevlana Cəlaləddin Rumiyə qədər bütün təsavvuf böyükləri Xorasan Sufi məktəbinin nümayəndələri hesab olunur. Bu yaxınlarda mənim əlimdə bir mənbə gördüm mən, Salman Mümtaz bunu qeydə alıb. Amma başqa bir müəllifdən. Sonra bunu Trimingemdə oxudum ki, Əbdülqadir Məlağayinin özü Şah İsmailin ulu babası Şeyx Sədrəddinin müridi oldu. Çox ilginc, maraqlı bir faktdır. Deməli, bizim musiqi mədəniyyətimiz də əslində kökündə Səfəviliyə bağlı bir şeydir. Səfəvilik düşüncəsi Azərbaycanı yaratdı. Azərbaycan formatını ortaya qoydu. Mən Şah Xətaiyə qədər bugün bizim anladığımız türkçədə bir ədəbiyyat görməmişəm. Siz necə düşünürsünüz? Əruz vəzninin, hələ fars dilinin hökmran olduğu, şeir dili olaraq hökmran olduğu bir dövrdə, 15-ci əsrdə sarayda bir ölkənin padişahı heca vəzninin şeirlər yazır. Hətta bayatı yazır. Xətaiyin işin düşər, gəlib gedişin düşər, dişləmət çiğ loxmanı, yerinə dişin düşər. Çox maraqlıdır. Xətayim Mehdi oldu, imamlar cəhdi oldu, gətir getdi qəm-qüssə, şadilik vaxtı oldu. Bunlar çox maraqlı məsələlərdir. O baxımdan düşünürəm ki, saz havalarımız dayaz deməyim, daha üzdə əlçatan olduğu üçün bizə, bilirsiniz, yenə deyirəm, muğamlarımız müştərək birinci sənət növü olduğu üçün bizim bugün açıq danışaqda musiqişünaslarımızda, muğamşünaslarımızda dil bilgisi, birbaşa mənbələrə əl apara bilmək imkanları yoxdur. Mən Azərbaycanda belə bir musiqişünas tanımıram ki, Əbdülqadir Məlağayini rusca tərcümədən oxumasın, indi də türkçə tərcümədən, ərəb dilində, fars dilində onlar heç kim oxuya bilmir. Və əruz vəznində, əruz vəzni muğamatımızın poetik mətni olduğuna görə o məsələdə də bizim muğamatımız aşıq havalarımız qədər əlçatan deyil bizim. Bugün biz aşıq havalarımızın vasitəsilə əslinə baxsanız unudulmuş və qeydə alınmamış məqamlarımızı tərtib edə bilərik. Qururdan, egodan kənar olsa da söyləyəcəyim, mən doktorluq dissertasiyamda o məqamların ələ gələnini beqədr və tərtib etmişəm not şəklində. Hətta açar işarələrində göstərmişəm. Əksər notlarda mümkün olan bütün notlarda səs düzümlərini, açar işarələrini verməyə çalışmışam. Çünki qərbdən fərqli olaraq şərqdə belə bir qanun var. Muğamşünaslıqda, şərq musiqisinin məqam məsələsində şərqdə tanallıqlar məqama tabidir. Yəni, hər səsdən, hər tanallı, hər məqamı qurmaq olmaz. Yəni, tutaq ki, Mozart sol minor deyib simfoniyasına,
Bunun üçün Mozartın hissiyatdan başqa əlində heç bir əsası yoxdur. Ondan soruşsan ki, niyə do minor yox, sol minor? O sənə sadəcə sol minor mənə daha yaxın gəldi deyə biləcək. Qərbdə bu belədir. Qərbdə məqam tonallığa tabidir. Ona görə biz bugün fortepianoda bütün muğamlarımızı tamam dəstə sala bilərik. Bu əslində çox mənfi bir tendensiyadır. Şərqdə isə belə deyil. Şərqdə rast məhz sol mayəlidir. Məhz sol mayəlidir. Sol isə qərbdə ilk not la olsa da, çünki adı baxın A-dır. H, A. Si, B-dir. Do, C-dir. Qərbdə, şərqdə isə sol olur. Yek, sol. Rast, ilk məqam. İkinci not dü. Fars dilində 2-dir. Yecah, dügah. Valeh mənim daha yaxşı bilir. Klassik dügah liyadan çalınır. Üçüncü S. Secah. Əsl secah bizim bugün xaric secah dediğimiz. Yaxşı, biz ona niyə xaric secah deyirik? Biz bunun fərqinə varmışıq. Ən əsl, bütün şərqdə, İranda da, hər yerdə də, hətta ərəb dilində C hərfi yoxdur, orada sekah deyirlər. Onlar da simayəli çalırlar secahı. Azərbaycanda secah sadəcə çox yayılıb. Aşıq havaları yaxın olduğu üçün doğmadır bizə. Amma niyə biz ən əsl ana secahımızın adına xaric demişik? Tərcümə edəndə falşir bir secah çıxır. Çünki bütün şərqdə Azərbaycandan fərqli olaraq və post-sovet məkanlı ölkələrindən fərqli olaraq. Çünki şaşmaq onlarda da bu belə. Secahın birinci pərdəsi mikrokromatik ton bəndi. Mücəllət pərdə. Mücəllət pərdə. Burada da secah budur. Biz isə ifadəsi də buradan əmələ gəlir. oradan əmələ gəlir. Bu xaric sözü məhz Sovetlərdən sonra biz çıxdı ortaya. Çünki bizdə o pərdə kəsildikdən sonra mənim də əlimdə var, heyf ki, bugün bu ağıl edəmədim də texnik imkanda da istifadə edeyim. Məşəd Məmməd Fərzəliyevin secah təsniflərində var. Bu pərdə ilə oxuyub. Sovetlərə qədər. Bütün şərqdə secah budur. Ona görə bu secahı başqa pərdədən vurmaq olmaz. Rastın üçüncü pilləsi mütləq şəkildə mikrokromatik pərdə olduğu üçün konma. Rastı başqa pillədən vurmaq olmaz. Ona görə şərqdə tonallıqlar məqama tabidir. Yəni, əski dillə desək, lada tabidir. Hər səsdən hər məqamı vurmaq şərqdə olmaz. Ona görə şərqdə qeyri-müntəzəm temperasiya xaotik deyil. Baxa qədər xaotik idi. Ona görə bax onları düzəltdilər. O 12 pilləri sistemə saldılar. Bərabər temperasiyaya. Çünki orada xaotik idi. Şərqdə isə xaotik. Şərqdə bunun əsası var. Qaydaq, dediyim kimi, qədim sasavalarını ki, məqam əsasını bugün təyin etmək olmur. Hörmətli Kamilə xanım gəldi, mən bir də onun gəlişinə başqa bir türdə bu havanı sizə ifa etmək istəyirəm. Ey Adem ol bey, geldim Adem içine. Nasip olmaz ey gül canlar içer balım. Zambul bey kandan kana geçerken bir kana uğradı bey kandan içer balım.
arxa var Qəmbər kimi qul olmaz Qəmbər kimi qul olmaz Əl kimi arxa var Diqqət etminizsə, Bəyaq Daraloğlu'nun şeirini oxudum. Qalxdı köçəklərdə əfşar elləri, ağır-ağır gedəndə. Bu səfər isə Şah Xətainin Adəm olub gəldim Adəm içinə, nəsib olmaz. Dürlü candan içəri zəmbur olub, kandan kana keçərkən bir kana uğradım, kandan içəri. Qardaş gəl Ərkana, bu Ərkan deyil, oynatma atını, bu meydan deyil. Süleymandan, əsən Süleyman deyil, Süleyman var Süleymandan içəri. Arif məclisindən irfan almışam, Ləli Bədəxşandan mərcan almışam, 1000 canı vermişəm, bir can almışam. Ol canı saxlaram candan içəri, Xətayin gədanın nitqini haqla, nə diləyim varsa kəndində yoxla, mürşidin pəndini ilcə saxla, damardan, ilikdən, qandan içəri. Şah Xətai bu şeiri Yunus Emre'yə nəzir olaraq yazır. Sevmişəm mən səni candan içəri, məndə demə, məndə deyilə bilməm. Amma Yunus bunu qoşma şəklində yazmır. Yunus Emre dövründə dəqiq 11 hecalı və 4 misralı qoşmalar yoxdur. Bəyək mən iddia elədim ki, ilk dəfə bunu qələm olan Şah Xətai. Nə qədər baxdım Camilə xanım, bütün mənbələrə imkan düşən o. Anadolu'nu tutmuş İrana qədər. Mən Şah İsmail Xətaiyə də qoşma qərarlı divanı anlayışına rast gəlmədim. Yoxdur belə bir şey. Amma Xətai Yunusa nəzirə yazıb, dəqiq nəzirə yazıb. Xətainin Nəsimi nəzirə yazmağı təəccüblü deyil, yazılı gözəldir. Amma Ərdəbildə oturub, əski şəhərdə Sivasda dolanan, bugün qəbrinin Azərbaycanın Qax bölgəsində olduğu iddia edilən Yunusa nəzirə yazmağı, bu batini əlaqədir. Dərvişlər arasında batini informasiyadır, ötürücülükdür. O ötürücülük gəlib bizim aşıq sənətində çox gözəl şəkildə özünü göstərir. Buna gözəl də demək olur, möhtəşəm bir şeydir. Mən Həmədana getdim. Həmədan, İran adlanan ərazidə, Farsistanın ortasında bir Azərbaycan adasıdır. Adadır. Zəncan bitir, Azərbaycan qurtarır. Bir xeylidən sonra bir adı olaraq Həmədan çıxır. Həmədan aşıqlarının oxuduğu havalar, borsalı aşıqlarının avazı ilə, ahəngi ilə birə-bir. Azərbaycanın bir ucundan digər ucuna 50 milyonluq bir xalqın. Heç biri də bugün Azərbaycan torpaqları, dövlətçiliyinin torpaq bayraq altında deyil. Borsalı və Həmədan. Bu hansı bağlantıdır? 300 ilə yaxındır, bu xalq bir-birini görmür, etmir, tanımır. Bəs bu torpaqlarda bu sasavaları necə qorunub saxlanır? Mən bu həmən bu şəqai havasını, Həmədan aşıqlarını eşitdim, Aşıq Ələskərin sözlərini. Dəhşətə gəldim mən. Yaşlılar Aşıq Ələskərin ardını tanıyır. Bilirsiniz, çöküş, tənəzzül bir tərəfli getməyib. Necə ki biz arxaik məqamlarımızı itirmişik ki, yenə deyiləm, Üzeyir bəyin tərtib etdiyi 7 muğam məqamlarının heç birinə daxil deyil. O hava. Baba eşitdiyiniz ama şəqai. Buna heç bir, nə secahdır, nə rastdır, nə şurada heç biri deyil. Secahı kesit də yenə deyiləm, sonra da ələm edəcəyim. Hətta mən düşünürəm ki, o kesit belə olur. Bu əfşar. Türk soyunun böyük bir qolu. Hətta Səfəvilərdən sonra Azərbaycanda siyasi hakimiyyətə gəlmiş əfşarların, əfşar tayfalarının çalıb oxuduğu, bugün də İranda Əfşarı adında bir dəstgah deyil, bir avaz var. Bizdə isə, bizim şurada saxladığımız o əfşar deyil, bunu yaxşı deyil. Əvvəldə də o deyil. Çünki bunların şöbə güşələri var, bunlar yarım dəstgah halındadır. Bizim sazımıza isə əfşar çox ciddi şəkildə daxil olur. Bu hava bir, bəyək dediyim şahsevəni. Əfşardır və yaxud.
tutdu, bax. Əfşar ellərinin havası, avazı bax bu səsdir. İstinad olunan səs budur. Başlanan və bitən səs budur. Gerçək klasik saz havalarının hamısında bütün havalar fa notundan, yəni şah pərdədə başlayır, şah pərdədə bitir. İstisnasız olaraq. Borçalı, Ağbabaçıldır, Urmiyə. Bu üç bölgədə aşıqlar sazın kökünü dəyişməzdir. Bu necə ola bilir ki, müxtəlif məqamlarda olan havalar eyni kökdə çalınsın və məqama xələl gəlməsin. Bu pərdəyə görədir, bu əfşar pərdəsinə görədir. Baxın, ruhani saz havası hamımız bilir ki, rastladındadır. İndi mən həmən kökdə borçalı aşıqlar necə çalar, bax, kökü dəyişmədən. Həmən kökdə kökü dəyişmədən ruhani saz havası şah pərdədir. Yenə bu pərdədən başlayır. Rast məqamındakı ruhani belə şərti olaraq indi Valih müəllimlə razılığa gəldik, əfşarda gəlib qovuşur. Bir daha əfşarı mən sizə muğam olaraq, yəni üsulsuz şəkildə. Üsulsuz muğamlar tələbələrin o gün öyrətmişəm, yəni qeyri-dəqiq ritmi olan, metroritmikası dəqiq olmayan muğamlar. Dünyada iki ölkədə, bir Azərbaycanda, bir İranda. Dəstgah halıdır, bir Azərbaycanda, bir İrandadır. Qalan hərdə şaşmakondan tut, muqamlar, maqomlar, məqamlar hamısı üsulludur. Yəni, get şaşmakonlara Nəvailin şeirlərini, qəzəllərini bir saat oxuyurlar, dəfin müşayiəti ilə və əruza riayət edərək. Əruza. Xoşbəxtanə Azərbaycan aşıq sənətində poetik faktura qorunub. Muğamımızda qorunub. Bizim saz havalarının quruluşu poetik mətnə tabidir. Poetik mətnə tabidir. Amma muğamlarımızda səbəb nədir? Çünki bizim muğamımız əruz bəhirlərindən İK və təqdirdən uzaq düşür. Muğamlarımız yox ha, muğamçılarımız. İfaçılarımız İK və təqdirindən olduğunu bilmirlər. Nədir İK? Biz açarda qoyuruq 4-də 3. Yəni 3 dənə çərək nöqtəyə, 6 dənə 8 nöqtə bitəndən sonra xanə xətti çəkilir. Bitdi. Muğamdakı İK isə bir əruz bəhrinin bitməsi deməkdir. Məfailün, 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 məfailün bir xanədə artıq bitdi. Muğamda biz buna riayət etmirik. Amma aşıqlarımız buna riayət edir. Xoşbəxtlərini bunu saxlayırlar. Və çox maraqlıdır ki, poetik mətnin rolu burada nədən ibarətdir? Ən məni düşündürən şey budur ki, keçən əsrin 30-cu illərində bilirsiniz, mənəvi repressiyalar bizim o fiziki repressiyalardan daha böyük oldu. 120 min nəfərdən yuxarı ziyalımız həbs olundu, güllələndi, amma ondan da daha ağır nəticə bizim iki dənə şifahi, ənənəli milli profesional musiqi janrımıza vurulan zərbə idi. Muğamatı da, aşıq havalarını da qoruyan poeziya oldu. Nə qədər eləsələr də, əruz vəzindən Stalin haqqında, Lenin haqqında şeir sığışdıra bilmədilər. Əruz vəzni olmazsa muğamat olmayacaq. Baxdılar ki, tamamilə itib batır, dəymədilər. Füzuliyə, Vahidə, Seyləzimə dəymədilər. Aşıq havalarında da məhz qərb aşıq məktəbi dediyimiz havalara toxuna bilmədilər, amma Şirvana dəydilər. Şirvan havalarında o oynaqlıq, baxüsus 6-8-liyin üstünlüyü o kolxozu sovetçiliyi gətirdi onun içərisində sala bildi. Amma qərbdə Qaraçı havasında neynəsə, gördə çox eybəcər olur. Ya sazı və muğamatı tamamilə silmək lazım idi dünya üzündən, ya da ona müdaxilə eləmək mümkün olmadı. Bugün bizim muğamatımızın və aşıq sənətimizin ayaq üstə qalmağının ən önəmli səbəblərindən biri poetik fakturadır. Poeziyadır. Bu baxımdan da bu havaların, bu arxaik havaların poetik mətni mənə çox maraqlıdır. Çox maraqlıdır. Mən başlamışam bölməyə bunları. Baxıram ki, bizim çox qədim havalarda üç misra ilə cümlə bitir.
burada qoşma olunmuyor. Bu bəlkə qafiyənin əvvəldə gəldiyi arxaik türk şeiridir. Bu bəlkə Dədə Qorquddur. Bu bəlkə daha qədim Ergenekondur. Manasdır. Necə ki, manası bugün Qırğızlar necə oxuyurlar? O cür. Poetik ölçü ilə manasçılar bütün dastanı danışırlar. Manas təpədən dırnağa məzundur. Axı kitabı Dədə Qorqud oxunub, Ozan da ola bilməz ki, çala oxumuyla. Dədə Qorqudun mətni isə nəsl-i müsəccədir. Yəni qafiyəli nəsl. Müsəccə sözü ərəb dilində səcc sözündən törəyib. Səcc kəklik deməkdir, quş var, kəklik. Kəklik oxunuşuna bənzər. Bizim hələ tanıdığımız iki nəsli müsəccə var. Bir kitabı Dədə Qorquddur, bir də Qur'an-ı Kərimdir. Qur'an-ı Kərim qafiyəli nəsl. Nəsli müsəccədir. Bismillahirrahmanirrahim. İzəş-şəmsi quvvirət və izən-nücumun kədərət və izəl-cibəli suyrət və izəl-işarı uttilət və izəl-məvudəti suilət bi-əydi zəmbin kutilət. Bölsən ölçülərə dəqiq əruz yoxdur. Amma dəqiq qafiyə var. Kitab Dədə Qorqud da bunun içində. Qolça qopuz götürüb, eldən elə, bəcdən bəcə, ozan gəzər, əlna kəsin, əlna mərdin, ozan bilir. Qanı dedigin, bəcələnlər, dünya mənim deyənlər, əcəl aldı, yeri gizlədi, fani dünya o kimə qaldı, gəlimli, gedimli dünya, sonuncu, ölümlü dünya. Qafiyə var, amma dəqiq ölçü yoxdur. Bax, bizim arxaik sasabalarımızı mən ona görə poeziyanın üzərində çox düşürəm. Çox böyük ehtimalla bu poetik mətnlərlə oxunub. Bu arxaik havalar. Və bunların məqam əsasının bugün təyin edilməsinin hələlik ki, qeyri-mümkünlüyünün səbəbi muğam sənətinin Azərbaycana gəlişinə qədərki prosesdir. Biz İslamı qəbul etdikdən sonra muğamı qəbul etdik. Çünki, baxın, türk xalqları var, müsəlman deyil. Qaqavuzlar, Altıqada, onların heç birində muğam yoxdur. Xristiyan ərəblər var, onlardan muğam yoxdur. Beyrut, Livan, Lübnan. Səudiyyənin özündə xristiyan ərəblər var. Onlarda muğamat yoxdur. Harada İslam var, muğam oradadır. Biz muğamatı mənimsiyənə qədər məqamat, o dövrə qədərki məqamlardır bunlar. Ona görə biz onu bugün Rast, Şur, Secət, Çarca, Hümayun, Badişah, Şüşlər kimi tərtib olmuş məqamların heç birinə sıxışdıra bilmirik. Durmur bir yerdə salsabası. Məsələn, Həllaz, Hüseyin ibn Həllaz Mənsurun adı ilə bağlı olan Mənsuri havası. El arasında da Mansırı deyirlər. Soruşuram borçalaşdıqlarında, nədir Mansırı? Bir mühasirəyə düşmək. Mən onu elə düşünmürəm. O Həllaz Mənsurdur. Biraz sufiyanə, aşiqanə dinləsək, biz orada o əhvalatı görəcəyik, ənəl həqqi. Şiraz mı eşitdik? Secah mı eşitdik? Axı, bizim bugün əlimizdə olan xalq musiqisinin əsasları, monoqrafiyasının əsasən 3 qohum ladımız var. Yəni, bir-birinə modülyasiya edə bilən ladlar. Rast, Şur, Secah.
gerçekten de rastın içinde şurla var, secaf da var. Şurun da içinde rast var, secaf var. Bayatı Türk şişesi var. Bayatı Şirazla secaf hələ bu münasibətdə. Bu bizim məqam nəzəriyyəmizə ziddir. Bizim Bayatı Şirazda secaf məqamına toxunulur. Harada? Böyük tezliyə yuxarıda. Sol mayəli. Bayatı Şirazda si yüzalda toxunuruq biz ona. Axı burada cəmi kiçik sekunda münasibətdir. Bu Bayatı Şirazdır. Bu kiçik heysiyadan bu secaf necəsi? Bəlkə bu secaf deyil. Bax bu monoziyadır. Mansırı, yəni mənsulə arxaik edəcək. Burada ilişmişəm mən. Burada mən illərlə düşündürəm ki, bizim arxaik sasavalarında elə məqamlar var ki, onun məqamını təyin etmək olur. Gerçekten mümkün değil. Şikəstəyi farsadı seçdiniz. Bizim şikəstələrimiz hamısı bilirsiniz, secahlarımız olmuş. Qarabağ şikəstəsi adını tanıdığımız zərbili muğam, eləmi? Secaha transfer olmuş ki. Şikəstəyi fars, yəni şikəstə. Qarabağ şikəstəsi, yəni şikəstəyi fars. Düzdür mü? Biz axı düşünürük ki, bu secah deyil. Və bunda haqlıyıq. Bəs onda nə edin? Gəlin Əfşara əl aparaq. Şikəstəyi Qarabağ şikəstəsini dayandıraq, bu oxunuşuna baxaq. Secaf deyil. Bu dost doğma Əfşardır. Bugün Fars şovinistlərinin İrandakı o musiqişunas şovinistlərinin, onların şovinizmi bilirsiniz, silah və siyasət üzərində deyil, onların şovinizmi mədəniyyət üzərindədir. Musiqişunas şovinistlərinin imtina edə bilmədikləri, lüğətdən silə bilmədikləri Əfşarıdır. Türk tayfasının adını hələ də saxlayırlar. Bayatı Türk bizdə bir gülşədir, orada dəstgahdır. Bayatı Türk. İndi ayılıblar, keçən illərdə dedilər ki, yox, onun adı Bayatı Zənddir. Bir də ayılıblar ki, bunlar 1000 ildir buna Bayatı Türk deyirlər. Və muğam farsındır deyirlər, deyil. Deyil. Necə ki, Azərbaycanın böyük parçası oradadır, Azərbaycan muğam və aşıq sənətində kökü, böyük parçası oradadır. Çünki bizim dastanlarımız da oradan gəlir. 10 dastanımızın 9'unun kökü Güney Azərbaycan. Tufarqanlı Abbasdan tut, baxın hamısı Qurbaniyə gedir. Miskin hamısı da yəni xatırlamayın onları. Hamısı o tayladır. Güneydən. Güney aşıqları, yəni bu gerçəkdən də bu qapıların açılması, oradan gələn aşıqlar bizə çox şey xatırlatdı. Çox bizim havalarımızın bərpa olunmasına kömək elədi. Düzdür, bura sərsərilik eləməyə gələnlər də çox oldu. Gəlib buradakılara bənzəyənlər də çox oldu. Amma Aşıq Məhbub kimi, Aşıq, indi İlqar müəllim burada yoxdur, Allah canını sağ eləsin. Mən 1990-cı ildə Musiqi Akademiyasının 1-ci kursunda oxuyandı, bir də baxdım İlqar müəllimin yanında bir assaqqal kişi var. İlqar müəllim bu kimdir? Gördüm İlqar müəllim ağlayır. Onun gözünün yaşı əlindədir bilirsiniz, o qədər ürəyi pakisi. Dedi, bu Aşıq Məhəmməd Hüseyin Dehqandır. Kamil xanım, getdi onun kiraya qaldığı evə, 20 yaşım var, 1-ci kursda oxuyuram. 1990-cı 35 il bundan öncə bir insanın ömrünün yarısıdır. Kiraya qaldığı evə getdik. Bu əlinə aldı sazı, mən eləyəni çalğı görmüşəm, nə o havaları eşitmişəm, Ulumiyə aşığı idi. Dediyimdə mən sizə hürufat və tərsə hürufat oxuyacağım. 28 hərfin ərəb hərfindən, hərəsindən birindən başlayan bir misra oxudu və bədahətin. Birdən 28-də, sonra tərsdən oxudu bunları. Z'dən əlifə doğru oxudu. Əlifdən Z'yə, Z'dən əlifə. 2 dəfə 28-in nə edir? 56 misra şeir oxudu, bədahətin.
və avazla. Mən o havaları işləmişim. Mən diri Ələsgər gördüm, Alı gördüm. Dirizə bir klassik gördüm. Urmiyə aşıqdır. Bax, Urmiyədə bu ənənə saxlayıb özünü. Və mən bir də Borsalıya minnətdaram, çox minnətdaram. Borsalı aşıqlarında bir qeyrət, bir qüdrət var. Bəlkə də aşıq ansambllarının orada olmamağının faydası olur bizə. Bəlkə də. Çünki aşıq ansamblı artıq get-gedə o qədər bayağılaşır ki, sağ-savası qalmayıb. Hələ mən kütlənin tələbatını qoyuram bir kənara. Sağ-savası qalmayıb. Bilirsiniz, xalq bunları dinləmir deyə aşıqlar da unudur bu havaları. Var mı bugün mənsur oxuyan, Hafiz müəllim? Yoxdur. Axırıncı dəfə ən məşhur mənsuru Aşıq Hüseyin Saraçının məzarı başında oxunur. Özü də məzar başında saz çalmaq Ələvi Sufi Bektaşi ənənəsindən gəlir. Bugün Anadolu'da 30 milyona yaxın xətayiçi var, qızılbaş ələqləri var. Onların hamısı rəhmətə gedəndə əvvəl İslami qayda ilə camidə yuyulur, namazı qılınır, dəfni sazla olur. Məzar başında cəm ayini yapırlar. Pir Sultanla Şah Xətayidən deyişlər oxuyurlar. Bugün mən tələbələrimə, o günü hörmətli rektorumuza cürət edib, dərsindən video çəkib göndərdim ki, ilk dəfədir ki, Azərbaycanda son 2 əsrdə Şah Xətayinin sözünü bu binanın divarları arasında oxuyurlar. Bax, biri Ramin Aşıqlar, oturub tələbəmiz, Xətayinin şeirini və sonra bir qızımız. İlk dəfədir, niyə aşıqlarımız müraciət eləmir bizim keçmiş klasik şeirimizə? O boyda Ələsgərdən əlimizdə qalan çərşənbə günündə çeşmə başında. Şəhrin şöyləsindən buldum bələdi, xoş gəldi xoşuma halı qabaqda, pir mənə göstərdi şah məqamını, gördüm cəmdir çox gəlalı qabaqda. Yahu deyib bir-birinə uydular, ya mən hu deyəndə təam qoydular, cümlə məxluq yemədilər, doydular, qaldı məcməylər dolu qabaqda. Dünyada əl çəkmə sövmü səlatdan, təmiz ver qalmasın xumsu zəkatdan, Ələsgər, xof etmə pol siratdan. Rəhbərindir Cənab-ı Əli qabaqda. Bu şiəlik də deyil, bu bildiyin xalq sufizmidir, bu qızılbaşlıqdır. Ona görə onun kitabında böyük hərflərlə yazdım, Dədə Qorquddan Dədə Ələsgər kitabında. Aşıq Ələsgər bir səfəvi ozanı. Ələsgər səfəvi ozanıdırsa, deməli Ələsgərin sələflərinin hamısı Şah Xətai törəməlidir. İlk dəfə tarixdə aşıq sənəti, hətta folklor örnəkləri saraya gətirildi. Aşıq Qurbani, aşıqlar aşığı elan edildi. Görün sarayda nə qədər aşıq varmış ki, Qurbani aşıqlar aşığı elan olunur. Ona görə o şah sevəni havası üstündə Şah Xətaydən bir şey xatırlamaq istəyirəm. Əgər zamanınızı çox alıramsa üzr istəyirəm. Agil gel beri, gel beri, agil gel beri, gel beri. Şu köylüler nezer eyle, şu köylüler nezer eyle. Görür göz eşidi kulak, görür göz eşidi kulak, söyler diler nezer eyler, söyler diler nezer eyler, söyler diler nezer eyler, ay nezer eyler, nezer eyler. Bax, həmin əfşarda dayandı. Az qaldı secahada toxunsun, şu üzərində zaten yarım kadans edir, hətta mahurat otunur. Baxın, söylərdiler nəzəri. Bunu təyin edən
baş barmağın iştirakidir. Türk ozan sənətində bu barmağın, bu baş barmaq dediyimiz barmağın iştirakı çox önəmlidir. Harmoniya və məqam təyinatıdır. Segah. Bu şurdur. Bu isə mahuldur. Yaxşı, bu necə olur? Deməli, bu qeyri-müəyyən məqamdır. Hələlik bizim üçün qeyri-müəyyən məqamdır. Mənim çalışdığım, yazdıqlarım bunun başındadır ki, bu arxaik saz-sabalarımızdan gələn məqam əsaslarını təyin edilmiş. Və o dissertasiyamda bunların demək olar ki, gücüm çatan hamısını eləmişim. Yazılı şəkildə, notlaşmış şəkildə. Bir hava ilə